İşlerin takip konende ham Bades İstanbul es Tehran'e. Vay peşman. Gözümün ciləsi İstanbuldan sonra ikinci böyük Türk şəhəri bu qoca dünyada Tehrandır. Sənin farscayı əslində dəricə dilinə danışmağa gərək yox. Sənin soydaşların, qandaşların səni izlir və sənin reytin yuxarı gedir. Baxınca görürsən ki, İstanbuldan sonra Tehran orada. Çünki Tehran bir Türk şəhəridir. Türk imperatorluqları qoşub Tehranı və bu gün nüfusu da 8 milyondan çox Türk nüfusu yaşamaqda. Bizim yazıqlığımız buradadır. En böyük şəhərimizi İstanbuldan sonra belə tanımırıq. Sənin Türk nüfusun orada yaşamaqda, sənin soydaşların, qandaşların yaşamaqda və sən bilmirsən, sənin bilmədiyin bilirsən nə anlama gəlir? Yəni sən soydaşlarını soyqırım yapmağa ötürübsən ortaya, heşliğe bırakıbsan. Sen bilmirsən onlar Türkdür və sən özün öz əlinlə onların Fars olduğunu deyirsən. Farsça danışsan və deyirsən ki, bu şəhərdən mənim təqibçim çox. Sənin təqibçin Türkdür. Bu bir dənə rəperin, bir dənə sanatçının xatası deyil. Bu sistemin xatasıdır. Bizlərin xatasıdır ki, tanıtdırmamışıq. Özümüze bizim qanımızdan olan, dilimizden, canımızdan olanları hələ tanımırıq haralarda yaşır. İkinci böyük Türk şəhərini bilmirik haradır. Və orada bizi, mən Türkçə işləyirəm, çalışıram. Oradan məni təqibçilər, məni sevənlər də Türk qanlıdılar. Sen onları sürüklüsən bir başka xalqın, bir uydurma başka xalqın qucağına ki, yok olsunlar, buna soyqırım deyərlər. Zihinsel, kültürel soyqırım deyirlər buna. Biz gərək başlayaq, dəyişdirək. Demirəm bir sanatçı xəta edib onu hay-havarla cüpsüyək, yox. Xata bizdədir.